Gördüğünüz bu avtomat korobka 1.4 Chevrolet Cruze 2015 modelinə məxsusdur. Korobkanın filtrinin dəyişmək üçün müştəri bizə yaxınlaşsa da, məlum oldu ki, korobkada artıq mexanik hissəsində problem var. Bir çox Chevrolet modellərində artıq bu xəstəlikdir. Koysa atır və burada həm əsas kojik yaranmır, yararsız vəziyyətə düşür. Üstəlik, bir çox zədələr də var. Gördüyünüz kimi, həmçinin şayba da, əlavə şaybalar da burada qırılıb. Yəni, vaxtı-vaxtında qulluq da təbii ki, korobkanın yağını dəyişməyi vacib elementlərdən biridir. Amma, yəni, zavodskoy gələn təbii ki, problemlər də var. Yəni, bunlar artıq qaçılmazdır. Gördüyünüz kimi, şayba da qırılıb və friksiyonların üzü gedib burada. Yəni, qulluq etmək lazımdır vaxtı-vaxtında.